Salam uşaqlar. Bu gün sizə kimya 1-ci hissə 8-ci sinif kitabında ümumiləşdirici tapşırıqların izahını vermək istəyirəm. Başlayaq 1-ci sualdan. Deyir ki, dəftərinizə hər 3 elementin atomuna uyğun tam və qısa elektron formullarını yazın. A-da bunu istəyir. Gəlin yazaq. Başlayaq məsələn fosfor üçün yazmağa. Baxın uşaqlar, fosforun neçə dənə təbəqəsini göstəriblər sizə? 1, 2, 3 dənə təbəqə. Birinci təbəqədə neçə elektron var? 2 elektron. Yazıram onda. Birinci təbəqədə 1s2. İkinci təbəqədə neçə elektron var? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 elektron var. Bu 8 elektronun 2 dənəsi S elektronudur. 2s2 mavi rənglə göstəriblər. Qalan 6 dənəsi isə P elektronudur. 2p6. Biz dolma ardıcıllığını da belə əzbərləmişdik. Keçək indi 3-cü sıraya baxaq. Daha doğrusu 3-cü dövrə baxırıq. 1 elektron, 2 elektron, 3 elektron, 4, 5 elektron. 5 elektronun uşaqlar 2 dənəsi S-indir. Yəni 3s2-dir. 3 dənəsi isə yaşıllar 3p3 deməkdir. Bu oldu birinci elementimizin, yəni fosforun tam elektron formulu. İndi bunun sizdən qısa elektron formulunu istəsə, bilirsiniz ki, qısa elektron formulunda sadəcə xarici təbəqə yazılır. Yəni qısa elektron formulu deyəndə siz sadəcə 3s2, 3p3 yazacaqsınız. Keçək flor üçün həmin şey yazmağa. Baxın, birinci təbəqədə yenə 2 dənə elektron var. Yazıram 1s2. İkinci təbəqədə 1, 2, 3, 4, 5, 6, 7 elektron var. Bunun 2 dənəsi S-indir. Yəni 2s2, 7-nin ikisini yazmışamsa 5 dənə də P-yə qalır. 2p5. Bu oldu flor atomunun tam elektron formulu. Bəs sizdən bunun qısa elektron formulunu istəsə, qısa elektron formulu bilirsiniz ki, xarici təbəqənin elektron formuludur. Yəni siz yazacaqdınız 2s2, 2p5 formasında bunu. İndi keçək maqnezium üçün yazmağa. Baxın, maqnezium üçün yenə birinci təbəqədə 2 dənə elektron var. 1s2. İkinci təbəqəni yazırsan 2s2, 2p6. Niyə 6? Çünki baxın 2 dənəsi buradadır. 2s2 göy rəngdə. Yaşıl rəngdə sayısız 6 dənə elektron var. 2p6. Üçüncü təbəqədə neçə elektron var? 2 dənə. Onda hamısı 3s2-nindir. Bunu yazdıq. İndi sizdən desin, bunun tam elektron formuludur. Desə qısa elektron formulunu yaz. Təkcə yazacaqsan 3s2. A bəndində bizdən istənilənləri yerinə yetirdik. Keçək B variantına. Maqnezium elementinin S orbitalında olan elektron sayını müəyyən edin. Uşaqlar, gəlin sayaq. Qələmimizin rəngini dəyişək. Maqneziumun S orbitalındakı elektronların sayı 2 dənə buradadır. Baxın, 2 burada, 1s2-də 2 dənə. Üstəyənsin. 2s2-də də 2 dənə elektron var, S orbitalında. Bir də 3s2-də də 2 dənə elektron var. Üstə gəlinsin. 2 cəmi elədi 6 elektron. Deməli, B variantının cavabı oldu 6. Flor atomunda tək elektronların sayını müəyyən edin. Bunun üçün nə edirsiniz uşaqlar? Flor atomunun xanalara ayırırsınız. Bax, 1s2, 2s2, 2p5 yoxdur. Bunu xanalara atıb, onun tək elektronların sayını tapa bilərsiniz. Gəlin 1s2-nin xanaya çəkək. Bilirsiniz ki, S-in neçə dənə xanası var? 1 xanası. Oradakı elektronlar da əks istiqamətlərdə 2 dənə elektrondur. Keçək 2s2 üçün yazaq. 2s2, 1, 2. 2p5 yazaq. P-nin 3 dənə xanası var. Elektronlar bilirsiniz ki, orbitallarda öncə tək-tək, sonra düzülür, sonra cütləşdirilir. P5 üçün 1, 2, 3, 4, 5. İndi sizdən deyir ki, bunun neçədən tək elektron? Flor atomunun tək elektronlarının sayı. Bax, tək elektron cəmi bir dənə sonuncu xanada var. Ona görə bu C variantının cavabı olur 1. Fosfor atomunun xarici təbəqəsində olan elektron sayını müəyyən edin. Baxın uşaqlar, bunu şəkildə saya bilərsiniz. Bax, fosforun ən xarici 3-cü təbəqəsində neçə elektron var? 1, 2, 3, 4, 5 dənə. Və yaxud 3s2, 3p3 deyil, sonuncu təbəqə 2s3, 5 cavabını buradan da tapıb deyə bilərsiniz. Keçək E variantına. Maqnezium elementi 2 elektron verdikdən sonra əmələ gətirdiyi iyonun yükünü müəyyən edin və dəftərinizdə bu iyonun modelini çəkin. Yəni bu nədir? Maqnezium elementinə gedirsiniz, baxaq.
Və maqnezium elementi budur, üçüncü element. Bunun neçə dənə elektronu var hal-hazırda? Bunu sayırsınız ki, neçə elektronu var. Bax, 2 üstəgəl 2, 4, üstəgəl 6, 10. Bu da üstəgəl 2, 12 dənə elektronu var normalda. Bax, neytral halda maqneziumun 12 dənə elektronu var. İndi deyək ki, bu 2 elektron verdikdən sonra bilirsiniz ki, elektronlar mənfi yüklü hissəciklərdir. Normalda elementin elektronu neçə dənədirsə, neytral halda həmin qədər də protonu olur. Və yük olaraq 0 qəbul edirsən. Bu 2 elektron versə, 12 dənə var idi, 2 dənə verdi. Neçə elektronu qaldı uşaqlar? 10 elektronu. İndi elektronu çox oldu, yoxsa protonu? Protonu. Proton necə yüklü hissəcikdir? Müsbət yüklü hissəcik. Proton elektrondan neçə dənə çoxdur? 2 dənə. Ona görə maqneziumun yuxarı hissəsində yazıram mən 2 işarəsində müsbət. Niyə? Çünki proton çoxdur da, müsbət olan çoxdur axı. Ona görə müsbət işarə yazıram. Bunu yazdım. İndi deyək ki, nə deyirdi? Əmələ gətirdiyi iyonun yükünü müəyyən edin. Deməli, cavab olaraq yazırsan ki, iyon olaraq maqnezium 12, 2 müsbət. Və dəftərinizə bu iyonun modelini çəkin. 2 elektron verirsə, uşaqlar maqnezium, artıq 10 dənə elektronu olmuş olur. Və modeli çəkəndə, mən bir də çəkmirəm, sizə deyirəm, siz özünüz çəkərsiniz dəftərdə. 10 dənə elektron varsa, bu xarici təbəqə var, bu xətti görürsünüz, axırıncı. Bunu çəkmirsiniz. Çünki artıq bizim 12 elektronumuz olmuş olmur, axı 10 elektron olmuş olur. O 10 elektronda 1s2, 2s2, 2p6. İkinci təbəqədə bitir. Üçüncü təbəqəni artıq çəkmirsiniz. F-ə baxın. P atomu, yəni fosfor atomu 3 elektron aldıqdan sonra əmələ gətirdiyi iyonun elektron formulunu müəyyən edin. Aha, baxın uşaqlar. Fosforun normalda elektron formulu necədir? 3s2, 3p3. Bu fosforun hal-hazırda 15 dənə elektronu var. 3 dənə elektron alsa, neçə elektron olacaq? 18 elektronu. Düzdürmü? Onda siz 18 elektronu ayırsanız, necə ayıracaqsınız? 1s2, 2s2, 2p6, 3s2, 3p6. Bu da olacaq fosfor 3 elektron aldıqdan sonra onun əmələ gətirdiyi iyonun elektron formulu. 3s2, 3p6 sonluğu ilə bitəcək. Bu oldu sizin birinci tapşırığınızın cavabı. Maraqlı tapşırıq idi. Keçək ikinci suala. Aşağıda atomların qısa elektron formulları verilmişdir. Nə istəyir bizdə? Devrasini. Elementlərin atom radiuslarını müqayisə edin, fikrinizi əsaslandırın. Baxın uşaqlar, birinci atom radiusları müqayisə eləmək istəyir sizdə. Gəlin ilk öncə 1 ilə 2-ni müqayisə edək. Uşaqlar, bunların nəyləri eynidir? Dövrləri eynidir. Bu da ikinci dövrdə yerləşir, bu da ikinci dövrdə yerləşir. Düzdürmü? Elementlər eyni dövrdə yerləşirsə, biz xəttimizi şaquli çəkməliyik, yoxsa üfüqi? Yəni, bunları necə müqayisə eləməliyik? Eyni dövrdə yerləşirsə, xəttimizi şaquli çəkirik. Çünki dövrlər haradadır? Birinci dövr, ikinci dövr, üçüncü dövr. Bu şaquli xəttin üzərindəki bütün elementlərin hamısı ikinci dövrdə yerləşir. Yəni, birinci elementin ikinci dövrün birinci qrupundadır. Bu qrupları da burada yazsaq. 2, 3, 4, 5, 6, 7, 8 dənə qrup düzsək bura. Oxunu da düzəltək, uzadaq biraz. Ətraflı izah eləyək. Birinci elementin ikinci dövrün birinci qrupundadır. Bax burada. Bu 1. İkinci elementin ikinci dövrün 2/4 6-cı qrupundadır. Yəni burada. İndi biz bilirik ki, atom radiusu birinci qruplar üzrə getdikcə neyinir? Atom radiusu azalır. Onda belə çıxır ki, ikincinin atom radiusu daha azdır birincidən. Birincidən kiçikdir. Bu kiçikdir işarəsi. Gözlə bunu yaxşı çəkək. İndi 1 ilə 2-ni müqayisə edib. Gəl 3-ü də müqayisə edək. Üçüncü element artıq dövrü fərqlidir. Dördüncü dövrün birinci qrupunda, yəni burada yerləşir. 3'ü yazıram bura. İndi bax, bunun. Bu birinci elementlə müqayisə edə bilərik. Niyə? Çünki ikisi də eyni qrupdadır. Buradan qrup üzrə gəldikcə atom radiusu nəyinləmiş olur? Artmış olur. Artır.
Bu o deməkdir ki, dördüncü dövrdə yerləşən elementin radiusu bu ikinci dövrdə yerləşənlərdən daha böyükdür. Yəni dördüncü dövrdəki elementin radiusu 1 ilə 2-dən daha yüksək olur. Ona görə buna yazırıq ki, ən böyük olur 3-də verilən 4s1. Bu olur A variantının cavabı. B variantında hansı element metal, hansı isə qeyri-metaldır? Mən sizə qayda demişdim ki, əgər elementin 1, 2, 3-cü qrupların əsas yarım qrup elementləridirsə, bu metaldır. Digərləri isə, digər qruplarda yerləşəndə isə qeyri-metal sayırsan. Bax, birinci element 2s1-dir. Birinci qrupda yerləşir. Birinci qrup. 2s2, 2p4, 2s4, 6-cı qrupda yerləşir. 6-cı qrupda. Üçüncü olan isə, niyə yazılmır? Bu isə 4s1, birinci qrupdadır. İndi birinci qrupda olanlar 1-dir, bir də 3-dür. Ona görə birinci ilə üçüncü metal, ikinci olan isə qeyri-metal hesab olunacaq. C bəndinə baxaq. Elementləri metallıq xassələrini müqayisə edin, fikrinizi əsaslandırın. Baxın uşaqlar, mən uşaqlarıma deyirəm ki, həmişə mır eyni şey eləyir. Məsəl üçün, dövr üzrə gedəndə mır azalır. Qrup üzrə yuxarıdan aşağı gedəndə mır artır. Mır nədir? Metallıqdır, radiusdur, reduks edicilikdir. Əgər radius neyinirsə, yadınızı saxlayın. Radius neyinirsə, yəni radius artırsa, metallıq da artır, reduks edicilik də artır. İndi siz atom radiusunu necə düzmüsünüzsə, metallığı da həmin cürə düzəcəksiniz. Çünki metallıqla atom radiusu düz mütənasibdir. Yəni burada da cavab birincidəki kimi 2 kiçikdir 1-dən, bu da kiçikdir 3-dən olacaq. Keçək 3-cü suala. P yarım səviyyəsində olan 3 elektronun yerləşməsi hansı hallarda doğru verilmişdir? Bilirsiniz ki, uşaqlar, P yarım səviyyəsində neçə dənə xana var? 3 dənə xana var. Və biz öyrənmişik ki, elektronlarımız xanalarda öncə tək-tək, daha yerləşib, sonra cütləşməlidir. Yəni, əgər sizin üçün belə 1, 2, 3 yazılış yazılıbsa, doğru cavab budur. Yəni, bu birinci. Əgər sizin üçün yazılış forması olaraq belə göstərilibsə, məsələn, 1, 2, 3. Bu yanlışdır. Niyə? Çünki bizdə deyirik ki, qayda nədir? Elektronlar öncə xanalarda tək-tək yazılmalıdır. Bütün xanaları doldura bilirsənsə, elektron çatırsa doldurmalısan. Sonra artıq tək elektronlar cütləşdirməlisən. Ona görə ikincidir, üçüncüdür, dördüncüdür. Bunlar yanlış fikirlərdir. Məsələn, üçüncüdən fikir verin. Bu əks istiqamətə gəlir. Dördüncü var ha. Dördüncü də doğrudur. Niyə? Çünki baxın, elektronların hamısı eyni istiqamətdə. Görürsən, üzü aşağı gəlir. Elektronların ya üzü yuxarı getməlidir hamısı, ya üzü hamısı aşağı getməlidir. Məsələn, biri görürsən üçüncüdə, ikisi üzü yuxarı gedir, biri üzü aşağı gəlir. Bu yanlışdır. Üzü aşağı o vaxt gəlir ki, sən hamısını 3 dərsini üzü yuxarı düzmədin. Məsələn, belə bu şəkildə düzmüşəm. Digərlərini düzmək istəyəndə artıq üzü aşağı çəkirsən oxları. Ona görə burada düzgün cavab 1 ilə 4 götürürsünüz. Keçək 4-cü suala. İfadələri Euler-Venn diaqramı üzrə ayırın. Gəl baxaq. S elementidir, P elementidir. Bunun üçün uşaqlar birinci kükürdü 16 ilə, magnezium 12 ilə ayırın. Necə ayırırsınız? Yəni elektron konfigurasiyasını yazın. 1s2, 2s2, 2p6, 3s2, 3p4. Bir də magnezium 12. 1s2, 2s2, 2p6, 3s2. İndiki S elementidir. Baxın uşaqlar, əgər elektron konfigurasiyasının sonu S ilə bitirsə, bu elementi S elementi deyirsiniz. P ilə bitirsə, P elementi deyirsiniz. İndi bax, magneziumun elektron konfigurasiyasının sonu S ilə bitib. Deməli, S elementidir. Fikri magneziuma aiddir. A getdi bura. P elementidir. Kükürdə baxın, sonu P ilə bitir. Deməli, P elementidir. Fikri getdi bura. Sonuncu negetik təbəqəsində 2 elektron yerləşir. Uşaqlar, kükür üçün sonuncu təbəqə hansı təbəqədir? Bu üçüncü təbəqə. Burada neçə elektron var? 2, bu da 4, 6 elektron. Magnezium üçün sonuncu təbəqə isə bu üçüncü təbəqədir. Burada neçə elektron var? 2 elektron.
İndi deyir ki, xaricdə, yəni sonuncuda 2 elektron var. Onda bu maqneziuma aid fikirdir. Gedir C variantına. Əsas yarımqrup elementidir. Biz demişik ki, elektron konfigurasiyası S və ya P ilə bitirsə, bu element əsas yarımqruplara aiddir. 16 küçürdün ki, P ilə bitir, maqneziumun ki, S ilə bitir. Deməli, ikisi də əsas yarımqrupa aiddir. D gedir ortağa. Atomunda 2 dənə tək elektron var. Bunun üçün elektron konfigurasiyalarında sonuncu təbəqəni ayırsanız bəs eləyir. Məsələn, kükürt üçün 3s2, 3p4-ü ayırmaq istəyirsinizsə, əgər görün, böyüdə bilirəmsə, burada ayıracağım. 3s2, 3p4-ü ayırmaq istəyirəm. S-in bir xanası var, 2 dənə elektron var, ayırıram buranı. P4-ü ayırıram indi. 1, 2, 3, 4. Neçə dənə tək elektron oldu? Biri budur, tək elektronun. İkincisi də budur. Kükürt üçün 2 dənə tək elektron var. Doğrudur. Gəlin maqneziuma baxaq indi. Sonuncu təbəqəni ayırıram. Yəni 3s2-ni. 1, 2. Axı burada tək elektron yoxdur. Burada 0 dənə tək elektron var. İndi ki, atomda 2 tək elektron var. Onda buna aid edirsiniz kükürtdə. İndi sual verə bilərsiniz ki, müəllimə, niyə görə tək elektron istəyəndə ancaq axırı, yəni sonuncu təbəqəni ayırdınız? Uşaqlar, çünki zaten bu təbəqələr var ya, əvvəldəkilər. Bunlar dolub, tam dolub ki, biz 3-cü təbəqəyə keçmişik. Ona görə bunları ayırmağın mənası yoxdur. Orada onsuz da tək elektron olmur. Bu 4-cü sualın cavabı. Keçək 5-ci sualın cavabına. Atom və ya iyonların elektron formulunu tərtib edin. Əla. Baxın uşaqlar. Kükürt, daha doğrusu X atomu proton sayı 16 dənədir. Yükü -2-dir. Gəlin yazaq. X atomu 16, yükü də -2. -2 nə deməkdir? Yəni element 2 dənə elektron alıb. 16 dənə varı idi. Niyə 16 dənə var idi deyirəm? Çünki protonu 16-dırsa əgər neytral halda, bunun belə deyək də, elektronu da 16 sayılır. Çünki proton elektron neytralda bərabərdir. İndi yükdürsə artıq bu iyona çevrilibdir. 16 elektronu var, 2 dərdə aldı, neçə elektron olmuş oldu? 18 elektronu. Atom və iyonların elektron formunu tərtib edir. Siz ikisini də tərtib edə bilərsiniz və yaxud indi məsəl üçün X atomu iyon formasına keçibdir artıq. Ona görə bunun üçün iyon tərtib edək. Gəlin, iyonun neçə elektronu var? 18 elektronu. 18 elektronu ayırırsınız. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Bu oldu 16, x -2 iyonunun elektron formulu. Gəlin Y-ə baxın. Y-in proton sayı 10'dur uşaqlar və bu yükü 0'dır. Çox maraqlıdır. Yükü 0 olmaq o deməkdir ki, bunun əgər 10 dənə protonu varsa, hələ 10 dənə də elektronu var. Yəni bu iyon deyil. Bu artıq təmiz atomdur Y. İndi onu ayırın. 1s2, 2s2, 2p6 bu şəkildə ayırdınız. Keçək Z üçün baxaq. Z 11'dir və bunun yükü müsbət 1'dir. Müsbət 1 o deməkdir ki, bu element bir dənə elektron verib. Bu 7-ci sinifdə keçmişsiniz. 11 dənə proton 11 idi. Deməli elektron da 11 idi. Bir dənə də verdi. Neçə elektronu qalmış oldu? 10 dənə elektronu qalmış oldu. Bu artıq iyondur. Çünki yükü var. İndi siz 10 elektronun ayırın. 1s2, 2s2, 2p6. Bunu da ayırdıq. İndi keçək T'yə baxaq. T'nin protonu 13'dür. Deməli neytral halda 13 dənə də elektronu var. Yükü yazıb bura müsbət 3. Artıq bu da iyondur. Müsbət 3 oldu ki 3 dənə elektron verdi. 13 dənə var idi. 3 dənə də verdi. Neçə dənəsi qaldı elektronun? 10 dənəsi. Yenə siz iyon üçün onu ayırırsınız. 1s2, 2s2, 2p6 elektron konfigurasiyası alındı. Bu sualda da belə. 6-cı suala baxaq. Atomda hansı yarım səviyyələr mövcud deyil? Çox maraqlı sualdır. Xatırlayaq bir dənə yarım səviyyələri. Deyirdik ki, 4 dənə yarım səviyyə çəkirik. 1, 2, 3, 4. Birinci yarım səviyyədə yalnız S, ikinci səviyyədə S və P, üçüncü səviyyənin S-i, P-si, D-si, dördüncü səviyyənin S-i, P-si, D-si və F ola bilər. İndi baxın, 1P. Axı biz demişik birinci səviyyədə yalnız S elektronlar olur. Ona görə 1P mövcud ola bilməz. 2S, bəli, 2S mövcuddur. Ola bilər. Bundan bir plus qoyun. 2D. D 3-cü səviyyədən başlayır uşaqlar. 2'nin D'si yoxdur. Ona görə 3 mövcud ola bilməz. 3P, baxın 3'də P var. Buna bir üstəcəm.
3D, bəli, 3-də D də mövcuddur. Buna da bir üstəyər. Mövcud deyil deyirsə 1 ilə 3-ü seçirsiniz. Keçək 7-ci suala. Cədvəlin hansı sətirlərində buna nə işarəsilər? Quş işarəsi deyirlər. Nə deyirlər buna? İşarə nə isə işarə doğru yazılmışdır. A bəndi. Müasir dövrü cədvəldə elementlər atomlarının kütləsinin artma sırasına görə düzülmüşdür. Atomlarının kütləsinin artma sırası deyil. Uşaqlar müasir dövr cədvəli. Niyə görə bəs bu yanlışdır? Çünki deyir ki, atomların kütlələrinin, axı atomun kütləsinin yox, atomun nömrəsinin, yəni onun nüvəsinin yükünün artmasına görə düzülmüşdür müasir dövr cədvəli. Ona görə bu doğru yox, yanlış da olmalıydı. Burada yanlışa seçilməliydi. A getdi. B-yə baxın, atomun ikinci energetik səviyyəsində maksimum 8 elektron ola bilər. Bu doğrudur. Niyə? Baxın, çünki mən burada yazmışam. Burada yazmışam ki, uşaqlar ikinci səviyyədə S ola bilər, P ola bilər. Düzdürmü? Uşaqlar, S-in neçə elektron ola bilər? 2 dənə. P-in neçə elektron ola bilər? Ən çoxu 6 dənə. Burada cəm neçə elektron sənə verir? 8 elektron. 8-dən çox ola bilməz axı. Ona görə B bəndi maksimum 8 elektron ola bilər, doğrudur. Amma burada yanlışa qoyulub, yenə bu səhvdir, doğruya qoyulmalıdır. B doğru fikirdir. Eyni əsas yarım qrupda yerləşən elementlərin xassələri oxşardır, bəli. Məsələn, birinci əsas yarım qrupda litium, natrium, kalium yerləşir. Tutalım ki, bunların hamısı eyni oxşar xassələrə malikdir. Məsəl üçün metaldılar, bəlkə aqreqat haldadılar. Məsələn, suna reaksiya girəndə eyni cür gəlirlər. Ona görə C variantı doğrudur, amma yanlışa işarə qoyulubdur. D bəndində. B qruplarının sayı A qruplarının sayından çoxdur. Bu yanlış fikirdir. Çünki A əsas yarım qrup elementlərinin sayı B, yəni əlavə yarım qrup elementlərinin sayından daha çoxdur. Y bəndi. Natrium 11 atomunun 3-cü energetik səviyyəsində 3 elektron var. Gəlin baxaq. Natrium 11-i gəlin ayıra, kömək edin mənə. Natrium 11 yazaq bura. Gəl baxaq. 1s2, 2s2, 2p6, 3s1. Nə deyir? 3-cü energetik səviyyəsində 3 elektron var. Axı səhv deyil. 3-cü energetik səviyyədə neçə elektron var? 1 elektron var. Yanlışa qoyub, hə, bunu düz eləyib yanlışa qoyub. F. Bütün dövrlər qələvi metalla başlar, tərsiz qazla bitir. Ha, burada yanlışdır. Niyə yanlışdır? Bütün dövrlər yox. Məsələn, birinci dövr nə ilə başlayır? Hidrogenlə başlayır. Axı, hidrogen qələvi metal deyil, qeyri metaldır. Ona görə F yanlışdır, amma doğruya işarə qoyub, əslində yanlışa qoymalı idi. Bu qədər məncə bitdi tapşırıqlarımız. Növbəti dərslərdə görüşənə qədər.